Hər vaxtınız xeyir olsun. Mən Gülşən Əşimova. Bugün 25 iyun sertifikatlaşmanın son günüdür. Müəllimlərimizə kurikulumdan hansı suallar düşüb, məhz onlardan danışacağam. Deməli, differensial təlimlə bağlı sual düşüb ki, bundan əvvəlki günlər düşməmişdi differensial təlimlə bağlı sual. Ümumiyyətlə, differensial təlim nədir? Differensial təlim uşaqların müxtəlifliyini nəzərə alaraqdan təlimi hər kəs üçün bərabər formada qurmaqdır. Yəni, ingilis dilində different sözündən götürülüb, yəni müxtəliflik. Mən öz müdavimlərimə də demişdim ki, bu mövzudan düşmə ehtimalı yüksəkdir. Ona görə mütləq bunu təkrar eləyək, öyrənək. Canlı yayımlarımda da sizlərə dəfələrlə düşmə ehtimalı yüksək olan mövzular içərisində bunu qeyd etmişəm. Ona görə deyirəm, kanala abunə olun ki, istər test, istər müsahibədə rastlaşa biləcəyiniz sualları mənimlə birlikdə öyrənin. Aşağı hissədə abunə ol var. Ona toxunub abunə olun. Deməli, differensial təlimə uyğun deyil deyə bir söz düşübmüş. İndi variantlar müəllimimizin təbii ki, yadında qalmayıb. İndi imtahan həyəcanı. İnşallah növbəti seanslarında çıxan müdavimlərimiz olduqca geniş formatda paylaşacağıq. Uyğun deyil deyə bir sual düşüb. Ümumiyyətlə, differensial təlim dedim. İngiliscə different sözündən götürülüb, yəni müxtəliflikləri nəzərə almaqdır. Əgər hansı variantda uşaqların müxtəlifliyini nəzərə almayıbsa, deməli cavabımız olacaq. Çünki uyğun deyil deyir axı. Biri var uyğundur desin, biri var uyğun deyil desin. Bu tapşırığı bu formada veriblər. Sonra belə bir sual olub, idrak taksonomiyası bağlı 2 sual olub. Bir sualda müəllim indi yadında qaldığı qədərini dedi ki, müəllim belə bir şeydir ki, müəllim şagirdlərə dərs verir, dərs keçir və deyir ki, keçdiyim dərsə uyğun təqdimat hazırla. Yəni, keçilən dərsə uyğun hazırlanıbsa təqdimat, onda olacaq bu tətbiq. Yəni, işin icrası var. İcra varsa tətbiqdir. Bilik olaraq da bu prosedural biliyə dayanır. Əgər belə olubsa sualın məzmunu, indi yadında qalan formada deyib, tətbiqdir. Yox, əgər aidi ola bilər ki, burada bir dənə söz cavabı dəyişib anlamaq eləyə bilər. Bir dənə söz cavabı dəyişib, məsələn, yaratmaq eləyə bilər. Yəni, bu formada yadında qalan buymuş müəllimimizin belə dedi. Mən də onu görüb belə çəkdim. Əgər bu formada eyni ilə belə düşübsə, tətbiqdir, istisnasız. Siz də rəylərə yazın. İmtahana gedənlər, yadınızda suallar qalıbsa qeyd edin. Yəni, daha geniş formatda. Yəni, bu formada dediyi üçün cavab tətbiqdir. Sonra ikinci sual dedi ki, müəllim taksonomiyadan belə düşüb ki, müəllim şagirdlərə esse yazmağı deyir. Yəni, esse yazacaqlar və dərsin sonunda şagirdlər məhz bir-birinin işinə fikir yürüdəcəklər. Axı, esseni uşaqlar fərdi yazır. Yəni, hamı esse yazır və sonda isə bir-birinin işinə fikir yürüdürlər yazdıqları esselərə. Əgər bir-birinin işinə fikir yürüdürsə, dəyərləndirməkdir, münasibət var, rəy vermək var. Mən həmişə deyirəm, əgər bir şeyə rəy verirsənsə, fikir yürüdürsənsə, münasibət bildirirsənsə, bu dəyərləndirməkdir, istisnasız. Yenə də sualın məzmununu bu formada müəllimimiz bizə çatdırdı. Təbii ki, bilirsiniz də, imtahanda suallar bir balaca geniş düşür. Lakin imtahandan çıxanlar yadlarında nə formada qalır deyir, biz də yazıb o formada sizə izah edirik. Mahiyyət budur, yəni bu tip düşüb, bu sözlər düşüb. Ola bilər ki, indi bir cümlə artıq, bir cümlə əksik. Onu da siz rəylərə əgər imtahanda iştirak eləmişsinizsə yazın, birlikdə müzakirə eləyək. Sonra inteqrasiyadan sual olub, bullyingdən sual olub. Məsələn, bax, dünən bullyingdən sual yox idi. Amma bugün bullyingdən sual var idi. Məsələn, belə bir sual idi ki, uşaq sinifə təzə gəlir, uşaqlar onu təkləyirlər, yəni onu bir növ belə deyim, tək qoyurlar, qırağa atırlar. Müəllim burada nə eləməlidir? Dedi ki, müəllim, cavabda da belə bir şey var idi ki, müəllim bullying yaradan uşaqlarla söhbət aparmalıdır və problemin həllini tapmalıdır. Bu cavab uyğun imiş, elə müəllimimiz də bunu götürüb, düzgün çıxıb. Yəni, bullyinglə bağlı bugün sual olub, dünən olmamışdı, amma ondan qabaqki günlər olmuşdu. Mən qeyd etmişdim dünənki izahımda da ki, fikir verin, ola bilər növbəti gün. Sonra, inteqrasiyadan sual olub, fən daxili, fən üstü variantları, yəni belə bir formadaymış, amma cavab fən daxili, fən üstü çıxıb. Üzrsən, fən daxili, fənlər arası çıxıb. Belə bir sual demiş ki, müəllim açıq dərs hazırlayır, uşaqlardan təqdimat hazırlamasını istəyir, açıq dərsə uyğun. Əgər təqdimat varsa, bu informatika fənnindən əlaqədir. Yəni, təqdimatda, PowerPoint də hazırlanır. Yəni, bir növ belə deyək, digər bir fən var, informatika. Bu olur fənlər arası.
Bir də indi bu sualın məzmunun içərisində bir fənnin içərisində məzmun xəttlərinin də əlaqəsi var imiş. İndi dediyim kimi sual imtahandan çıxan insan həyəcanlı olur, stresli olur. Yadında bu formada qalıb. Amma dedi ki, müəllim orada başqa bir cümlə də var, onu xatırlamıram. Lakin cavab fən daxili və fənlər arası çıxmışdı. Ona əsasən mən sizə fənlər arasını göstərdim ki, niyə fənlər arasıdır təqdimat sözünə görə. Amma fən daxili olmasını göstərə bilmirəm, çünki müəllimin yadında sual qalmayıb. Amma deyir ki, müəllim, sizin izahınıza əsasən mən fən daxili götürdüm. Ona görə ki, orada məzmun xəttlərinin əlaqəsi var idi. Sadəcə deyir, hansı məzmun xətti idi, necə idi, sual tam yadımda qalmayıb. Yəni dediyim kimi, əgər sizin yadınızda qalıbsa, aşağı hissəyə rəy bölümünə yazın. Yəni belə olub suallar ümumi mahiyyət etibarilə. İnteqrasiyaymış, bullyingmiş. Bir də müəllim dedi ki, problemin həlli ilə bağlı suallar çox idi. Məsələn, problemi necə həll eləmək olar, problemin həllində nə etmək olar? Yəni belə tapşırıqlar, sütativ tapşırıqlar da çox idi. Taksonomiyadan görürsüz, yəni istisnası 2-3 sual düşüb. Yəni bu o demək deyil ki, hər il bu tip, bu formada düşəcək. Xeyr. Məsələn, keçən il taksonomiyadan 1 sual düşürdüsə, bu il məsələn 2 sual, 3 sual gördük hətta. Yəni proqram hər il öz aktuallığını qoruyur, dövrə uyğunlaşmağa çalışır. Yəni tam bu il bunlar düşübsə, gələn də belə olacaq deyə bir şey yoxdur təbii ki. Sadəcə belə deyim də, imtahan prosesinə uyğunlaşmaq üçün mən sizə çalışdım. Bugünə kimi dəstək olum, nələr düşüb, necə düşə bilər çatdırım. Ümid edirəm ki, müsahibə mərhələsi üçün də kanalım sizlərə bir növ dəyərli olacaq, dəyərli məlumatları öyrənəcəksiniz. Sadəcə aşağı hissədə abunə ol var. Abunə olun hissəsinə toxunub abunə olun. İzahı bəyənin, paylaşın, ətrafınızla bölüşün ki, faydalı izahların ardını görəsiniz. Növbəti izahlarda görüşərik. Sağ olun, salamat qalın.